Hörmətli izləyicilər, bugün Allahla bağlı bir əhvalat danışmaq istəyirəm. Bir evdə bir adama sabah axşam iynə vurmağa gedirdim. Axşam iynəsini vurub gələndə gördüm ay çıxıb. Yolda dayandım, üzümü Allaha tutdum. Aslandım, naslandım Allaha. Ey Allah Taala, bu nə idi mənim başımı açdın? Sana mən ərzəmi vermişdim, dəvətnaməmi göndərmişdim. Bu nə çörək məsələsi idi mənim başımı açdın? Məni məxsəriyə qoymaq üçünmü məni seçdin? İlahi, naslandım, naslandım. Artıq yaxınlarım, öz bacılarım məndən dönüblər. Elə bilirlər, psixam pozulur. Deyirlər, sənin yerinə biz utanırıq. Ayıb deyilmi? Allahla görüşmüşəm. Bu nə söhbətdir sən danışırsan? Mən kimi inandıra bilərəm? Ey Allah Taala, daha dözə bilmirəm, səbrim tükənir. Yenə deyirəm, aslandım, naslandım. Sabah həmən adamın iynəsini vurmağa gedəndə yolda durduğum yerdəcə yıxıldım. Bu barmağım qırıldı. Qalxdım ayağa. Elə bil mənə dedilər ki, bir gör harda yıxılıbsan, ay tövbə. Bir başıma baxdım, mən dünən düz burada Allaha aslanmışdım. Həmin barmağım qırıldı. Allah bax budur. Allahla bağlı danışsam kitab yazılar. Hərdən az danışacağım. Hələlik bu qədər.